Daha sonra olanı müəyyən edin. A variantı. Bəstəkar Müslüm Maqamayevin Bakıda Şah İsmail operasını tamaşaya qoyması 1916-cı il. Cənubi Qafqazda ilk dəfə birja fəaliyyətə başladı 19-cu yüzilliyin sonlarında. Şimali Azərbaycanda ilk dəfə muxtariyyət tələb edən partiya Qeyrət Partiyası idi. 1905-ci ildə yaradılmışdı. Sun Yat-sen Çin Respublikasının ilk prezidenti seçilir. 1911-13-cü illər Çin inqilabının nəticəsində Böyük Britaniyanın bütün Cənubi Afrikanın işğalını başa çatdırmağı 1902-ci ildə və göründüyü kimi daha sonra olan hadisə A variantında göstərilmişdir. Əbülfəz Əliyevin prezidentliyi dövrünə aid uyğunluğu müəyyən edin. Birinci tərəf 1992-ci, ikinci tərəf isə 1993-cü il qeyd olunmuşdur. Şuşa qalasının işğal edilməsi. 1992-ci ilin may ayında ermənilər Şuşa və Laçın ərazilərini işğal edirlər. Və bu hadisə Elçi bəyin prezidentliyi dövründən əvvəlki zamana düşür. Çünki Elçi bəy 92-ci ilin iyun ayında Azərbaycanın prezidenti seçilir. Ona görə A variantı səhvdir. Azərbaycanın ATƏM təşkilatının üzv qəbul olunması 92-ci ilin iyul ayına təsadüf edir və Elçi bəyin prezidentliyi dövrünə düşür. Ağdərənin azad edilməsi, bəli, bu da Elçi bəyin hakimiyyəti dövrünə düşür. 92-ci ilin yayında uğurlu Goranboy Ağdərə əməliyyatları nəticəsində olmuş. İkinci tərəf, BMT-nin ilk dəfə Qarabağ münaqişəsinə müdaxilə etməsi, bəli, 1993-cü ilin aprel ayında Kəlbəcərin işğalından sonra BMT ilk dəfə Qarabağ münaqişəsinə müdaxilə etdi. A da doğru fikirdir. Zəngilan rayonunun işğal edilməsi 93-cü ilin oktyabr ayına düşür. Və bu, Elçi bəyin prezidentliyindən sonraki dövrə təsadüf etdiyindən doğru cavab deyil. Ermənilər tərəfindən Başlıbel faciəsinin törədilməsi 1993-cü ilin aprel ayında Kəlbəcərin işğalı zamanı ermənilər tərəfindən Başlıbel faciəsi törədilmişdir. 1-ə BC, 2 AC. Sualın doğru cavabı D variantı. 33 nömrəli test tapşırığı İngiltərə burjua inqilabı ilə bağlı səbəb-nəticə əlaqələrini və yaxud məntiqi ardıcıllıq əlaqələrini bizdən soruşur. Burada məntiqi ardıcılığa uyğun fikirlərin müəyyən edin tələb edir və göründüyü kimi 2 dənə hadisə verilmişdir. Əvvəlki və sonraki hadisələri biz verilən variantların içərisindən tapacaq. Deməli, buranı oxuyaq. Yeni vergiləri təyin etməyə icazə almaq üçün Kral 1. Charles'ın parlamenti çağırması. 1640-cı ildə parlament çağırılır. Daha sonra uzunmüddətli parlamentin çağırılmasıyla İngiltərə burjua inqilabı başlayır. Bəli, uzunmüddətli parlament 1640-1653-cü illərdə fəaliyyət göstərmişdir. Və proseslər necə baş verir? Deməli, 1. Charles'ın zamanında İngiltərə Şotlandiya ilə aparılan müharibələrdə uğursuzluğa düşərlir. Xəzinə boşalır. Xəzinəni doldurmaq üçün uzunmüddətli parlament çağırılır və parlament tərəfdarları buna etiraz edir. Beləcə İngiltərə burjua inqilabı başlayır. Daha sonra 1642-ci ildə vətəndaş müharibəsi baş verir. Vətəndaş müharibəsinin əvvəlində düzdür, əvvəlcə üstünlük kral tərəfdarlarında olsa da, sonradan Cromwellin hərbi islahatı nəticəsində artıq ordu güclənir və 1645-ci ildə Neyzbi döyüşü nəticəsində parlament tərəfdarları qalib gəlir. Kral ordusu məğlub olur. Daha sonra bir dənə də vətəndaş müharibəsi olur. 1648-ci ildə bu müharibədə də yenə də kral ordusu məğlub olur. Parlament tərəfdarları qalib gəlir. Nəticədə 1. Charles edam olunur. Stuartlar sülaləsinin hakimiyyətinin 1-ci mərhələsi başa çatır və İngiltərə Respublika elan olunur. Burada haqqında danışdığımız məlumatlardan indi biz qruplaşdıracağıq. Deməli, 30 illik müharibədə İngiltərə məğlub olduğu üçün xəzinə boş olmuşdur. Bayaq dediyimiz kimi 30 illik müharibədə yox, Şotlandiya ilə müharibələrdə xəzinə boşalmışdı və həmçinin İngiltərə 30 illik müharibədə iştirak etməmişdi deyə A variantını doğru cavablar siyahısından çıxardırıq. Neyzbi döyüşünü bayaq qeyd etdik, yəni burjua inqilabı başlanandan sonra baş verib deyə B variantını biz 2-yə yaza bilərik. Ölkənin Respublika elan edilməsi bəli 1649-cu ildə nəticədə düzdür. Kralın Şotlandiya ilə müharibələri nəticəsində boşalan xəzinə. D variantını 1-ə qeyd edəcəyik. Y variantı 1. Charles prezident seçilir. Əksinə 1. Charles dediyimiz kimi edam olunmuşdu və Y variantında doğru cavablar siyahısından çıxardırıq. Sualın düzgün cavabı 1-ə D, 2-yə B, C, yəni Y variantı. 34 nömrəli test tapşırığı xronoloji ardıcıllıq sualıdır. 1. Hindistanda ingilislərə qarşı 1-ci ümumxalq hərəkatının baş verməsi. 20-ci yüzilliyin əvvəllərinə düşür bu hadisə və bunu səhvən
Sipahilər üsyanı ilə dəyişik sala bilərsiniz, amma bu doğru seçim olmaz. Çünki dediyimiz kimi birinci ümumxalq hərəkatı 20-ci əsrin əvvəllərində baş vermiş. Dünyada ilk dəfə neft ayırma prosesində soyuducu sistemindən istifadə edilməsi 1863-cü ildə Azərbaycanda baş vermişdi. Azərbaycanlı kapitalist Cavad Məlikovun neft zavodunda. Yaponiyada Avropa nümunəsində ilk nazirliklərin yaradılması təqribən 1868-ci ildə Yaponiyada keçirilən burjua islahatları zamanı yaradılmışdır və onu da qeyd edək ki, Avropa nümunəsində ilk nazirliklər Rusiyada 1-ci Aleksandrın dövründə yaradılmışdır, Osmanlı dövlətində 2-ci Mahmudun dövründə və Yaponiyada isə İmperator Mitsuhito'nun dövründə yaradılmışdır. Rusiyada inqilabi mübarizənin başlanğıcının qoyulması 1825-ci ildə Rusiyada dekabristlər üsyanı baş verir və bununla da inqilabi mübarizənin başlanğıcı qoyulur. Və bunu da səhvən 1905-7-ci illər Rus inqilabı ilə qarışdıra bilərsiniz. Bu məqamda diqqətli olun. İnqilabi mübarizənin başlanğıcının qoyulmağı Rus inqilabı deyil, dekabristlər üsyanı hesab olunur. Və verilən hadisələrin biz xronoloji ardıcıllığını üzməliyik. Əvvəlcə 4-ü yazacaq, yəni 1825-ci il daha əvvəl olub. Daha sonra 2-ni yazacaq, 1863-cü il. Daha sonra 3-ü yazacaq, daha sonra isə 1-i. 4, 2, 3, 1 hardalar? Deməli, Y variantında. Doğru cavab E-dir. Növbəti sual Azərbaycanda çarizm zamanında keçirilən islahatlarla bağlıdır sualdır. Birinci tərəfdə islahatların adı və yaxud ili qeyd olunub, ikinci tərəfdə isə həmin islahatın xüsusiyyəti verilmişdir və biz də bunların içərisində doğru hansıdır onu tapacağıq. Birinci hissədə Cənubi Qafqazda dövlət kəndlərinin torpaq quruluşu haqqında qanun qeyd olunub və bu qanun 1900-cü ildə qəbul edilmişdir və onun da xüsusiyyəti doğru göstərilir. Dövlət kəndlərinin icma torpaqlarından nəsli istifadə hüququ verilməsi. Bəli, doğru fikirdir. Deməli, sualın cavabı A variantı olur. Amma yenə də digər variantlara da diqqət edəsək, 1846-cı il 14 dekabr fərmanı var. Bir də var 1846-cı il 6 dekabr fərmanı. 1846-cı il 6 dekabr fərmanında bu xüsusiyyət var. Yəni, kəndli qrupları ləğv olunur və mülkədar tabelisi adlandırılır. 14 dekabr fərmanında isə Tiflis, Taistər və Şamaxı quberniyyaları yaradılır deyən bu fikir səhv fikirdir. Sahibkar kəndlərinin pay torpaqlarının məcburi satın alınması haqqında qanun. Bu qanun 1912-ci ildə verilmişdir və həmin qanunda bəli göstərilir ki, kəndli pay torpağını məcburi şəkildə satın almalıdır. Amma çəmən, otlaq, meşə sahələrini satın ala bilməzdi deyə C variantı da doğru deyil. 1866-cı il məhkəmə islahatı. Məhkəmə islahatı o dövrdə əsasən 2 dəfə keçirilmişdir. 1840-cı ildə və 1866-cı ildə. 1840-cı ildə mülki işlərə hərbi məhkəmələrdə baxılması qaydası ləğv olunur. Bu xüsusiyyət 1866-ya deyil, 1840-cı ilə aiddir. Amma 1866-cı ildə ümumi məhkəmələr yaradılır və silki məhkəmələrdə ləğv olunur. Ona görə D-də səhv fikirdir. Y variantı kənd cəmiyyətlərinin ictimai idarəsi haqqında əsasnamə. Həmin əsasnamədə göstərilirdi ki, bəy və ağaların kəndlər üzərində polis məhkəmə hüququ qeyd olunur. Burada necə göstərir? Bəy və ağaların kəndlər üzərində polis və məhkəmə hüququ, torpaq üzərində isə mülkiyyət hüququ ləğv edildi. Xeyr, düzdür, bax, bura qədər doğru göstərilir. Yəni, polis məhkəmə hüququ ləğv olunur, doğrudur. Amma torpaq üzərində mülkiyyət hüququ saxlandırıldı. Vergi və mükəlləfiyyət məsələsi olduğu kimi qalırdı. Ona görə də Y variantı səhvdir və sualın doğru cavabı A bəndir. Növbəti sual Türk dövlətlərinin tarixi ilə bağlı müqayisə sualıdır. Baxın, burada Uyğur xaqanlığından fərqli olaraq göstərilir. Burada isə dövlətlərin adı var. Və fərqli olaraq burada xüsusiyyətlər verilir. Hansı xüsusiyyət doğru verilibsə, biz onu cavab kimi götürməliyik. Çünki doğru olanı müəyyən etmək lazımdır. Uyğur xaqanlığından fərqli olaraq 1-ci Göytürk dövləti Bizans və Sasanilər ilə mübarizə aparmışdır. Bəli, bu doğru fikirdir deyən biri cavab kimi götürürük. Ağxun dövləti Çinə yürüş etmişdir. Əksinə, Ağxun dövlətindən fərqli olaraq Uyğur xaqanlığı Çinə yürüş etmişdir deyə ikini doğru cavablar siyahısından çıxardıq. 2-ci Göytürk dövləti xalqların böyük köçü dövründə süquta alınmışdır. Xalqların böyük köçü dövrü 4-7-ci əsrləri əhatə edir. Və bu dövlətlər həm Uyğur xaqanlığı 744-dən 842-ci ilə qədər mövzu olub, 2-ci Göytürk dövləti isə 682-ci ildən 744-ə qədər mövcud olmuşdur. Və bu dövlətlərin heç biri də xalqların böyük köçü dövründə süquta uğramamışdır. Yəni 8-9-cu əsrlərə düşür deyə bunların heç birinə aid deyil. 3-ü də çıxardırıq. 4.
Avropa və yaxud Qərbi Hun dövləti, yəni Attilanın rəhbərlik etdiyi dövlət daha tez yaranmışdı. Bəli, Avropa Hun dövləti 374-cü ildə Balamir xan tərəfindən yaradılmışdı. Yəni, Uyğur xaqanlığından fərqli olaraq Avropa Hun dövləti daha tez yaranmışdı. 4 də doğrudur. Ona görə də sualın doğru cavabı olur 1-4. D variantı. 37 nömrəli test tapşırığında 17-ci yüzilliyin son rübünə aid olan hadisələri seçib daha əvvəl olanı müəyyən etməyi tələb edir. Burada biz əvvəlcə sualın şərtinin açıqlamasını yazmalıyıq. 17-ci yüzilliyin son rübü 1676-1700-cü illər aralığındakı vaxtı tələb edir və Şah 1. Abbasın Nəcəf şəhərini ələ keçirməsi 1622-23-cü illərdə Şah Abbas Nəcəf, Kərkük, Kərbəla və ümumiyyətlə bütün İraqı ələ keçirir. Roma papasının təşəbbüsü ilə Osmanlı dövlətinə qarşı Müqəddəs Birlik adlı Xaçlı İttifaqının yaradılması 1684-cü ildə yaradılmışdır və onu da qeyd edək ki, Osmanlı dövlətinə qarşı Müqəddəs İttifaq həm də 1815-ci ildə Viyana Konqresində Rusiya təşəbbüsü ilə yaradılmışdır. İngiltərədə şanlı inqilab adlanan hadisənin baş verməsi 1688-ci ildə baş verib. Rusiyanın təşəbbüsü ilə İsveçə qarşı Şimal İttifaqının yaradılması 1699-cu ildə yaradılmışdır. Səfəvlərin Sınıq körpü döyüşündə Osmanlı və Krım qüvvələrini məğlub etməsi 1618-ci ildə baş verən hadisə hesab olunur. Bu hadisələrin içərisində daha əvvəl olan Y variantı olur, amma cavab o deyil. Niyə? Çünki nə etməliyik? Son rübə aid olan hadisəni seçməliyik və onların da içərisindən daha əvvəl olanı müəyyən etməliyik. Və 17-ci əsrin son rübünə düşməyən hadisələr hansılardır? A variantı və Y variantı 17-ci əsrin son rübünə düşmədiyindən doğru cavab hesab oluna bilməz. Qaldı B, C, D variantları və bunların da içərisindən daha əvvəl olan hadisə hansı hesab olunur? Görürük ki, B variantında göstərilən hadisə 1684, digərləri 88 və 99-dur. Ona görə də doğru cavab B variantı olur. Növbəti sual Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı sualdır. Burada biraz fərqli mənzərə var, sxem verilmişdir və burada isə variantlar verilir. Sxemdə nəzər salsaq, Gəncə dövrü, Bakı dövrü və eyni zamanda sosial-iqtisadi tədbir, mədəni və dövlət quruculuq tədbirləri yer almışdır. Əvvəlcə Gəncə və Bakı dövrlərini burada qeyd etsək, demək Gəncə dövrü 1918-ci ilin 16 iyunundan 1918-ci ilin 17 sentyabrına qədər ki, dövrə əhatə edilir. Bakı dövrü isə 1918-ci ilin sentyabr ayından 1920-ci ilin aprel ayına qədər ki, yəni süquta qədər ki, dövrü əhatə edir. Deməli, birinci hissəyə seçəcəyimiz hadisə, yəni sosial-iqtisadi tədbirin göstərildiyi Bakı dövrüdür. Yəni, bura işarələnir. Kəsişmə nöqtəsi Bakı dövrünü göstərir. 2. Mədəni tədbir Gəncə dövrünün mədəni tədbirini bizdən soruşacaq. 3. Dövlət quruculuğu isə, deməli, Bakı dövrünün dövlət quruculuğunu bizdən soruşacaq. Çünki kəsişmə nöqtəsi buranı göstərir və uyğunlaşdıraq. Neft sənayesinin milliləşdirilməsi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə heç bir neft sənayesi milliləşdirilmir. Bir dənə məktəblər milliləşdirilmişdir. Ona görə A variantının heç birinə uyğunlaşdırılmır. B variantı. Vətəndaşlıq haqqında qanun, dövlət quruculuq tədbiridir. 1919-cu ildə Bakıda həyata keçirilmişdir. Bakıda qəbul olunmuşdur. Və bu 3-ə uyğun gəlir. Yəni biz 3-ə B yaza bilərik. C. Dövlət Bankının yaradılması. Dövlət Bankı 1919-cu ildə yaradılmışdır və sosial-iqtisadi tədbir hesab olunur və sosial-iqtisadi tədbirdən də həqiqətən də Bakı dövrünə düşdüyünə görə C variantını biz 1-ə yaza bilərik. Məktəblərin milliləşdirilməsi. Azərbaycan Xalq Cümhuriyyəti bayaq qeyd etdiyimiz kimi ancaq məktəbləri milliləşdirmişdir və bu da Gəncə dövrünə düşür. 18-ci ilin avqust ayı. Ona görə də biz D variantını 2-yə yazırıq. Əlifba İslahatı Komissiyasının yaradılması 1919-cu ildə Bakı dövründə yaradılmışdır. Düzdür, bu Bakı dövrünə düşür. 3-ə Y variantı yazaq mı? Xeyr. Çünki artıq əlifba məsələsi biz bilirik ki, mədəni tədbirdir. Yəni, dövlət quruculuğu tədbiri hesab olunmadığından Y variantını 3-ə yazmırıq və sualın doğru cavabı 1C, 2D, 3B olur. Yəni, D variantı. 39 nömrəli test tapşırığı Azərbaycanda ibtidai icma quruluşu ilə bağlı bir sualdır. Və burada mətndə haqqında bəhs olunan dövrün Orta Daş dövründən fərqini müəyyən edin tələb edir. Və burada biz mətni oxuyaq, görək hansı dövrdür bu dövr. Bu dövrdə saxsı qabları bişirmək üçün kürələr meydana gəlmişdi. İnsanlar dulusçuluq və toxuculuqla məşğul olurdular. İstehsal təsərrüfatı ilə yanaşı yığıcılıq və ovçuluq da mövcud idi. İnsanlar daşları və cilalamağı, deşməyi bacarırdılar. Baxın, bu hissədən
bu hissədən axıra qədər olan xüsusiyyət neolit dövrünə də aiddir, eneolit dövrünə də aiddir. Və bu məqam bizi çaşdıra bilər. Elə təsəvvür edə bilərik ki, bu neolit dövrüdür. Amma yanlış fikirdir. Burada birinci cümlə var. Saxsı qabları bişirmək üçün kürələrin meydana gəlməsi fikri eneolit dövrünə aiddir. Deməli, bu fikir eneolit dövrünə aid olduğundan bu dövr eneolit dövrüdür. Onda sualın şərtini belə qoyaq. Eneolit dövrünün orta daş dövründən fərqini bizdən soruşur. Yəni, elə bir xüsusiyyət olsun ki, eneolit dövrünə aid olsun, amma orta daş dövrünə, yəni mezolit dövrünə aid olmasın. Baxaq, ictimai əmək bölgüsü Tunc dövründə baş verir, heç birinə aid deyil. Ana xalqanlığı mövcud idi, daş dövrlərinin hamısında ana xalqanlığı mövcud olub. Bu, oxşar cəhətdir. Yeni saxsı qab növləri istehsal olunurdu. Bəli, təbii ki, saxsı qab istehsalı neolitdə yarandı və artıq eneolitdə də yeni saxsı qab növləri istehsal olunurdu. Amma orta daş dövründə, mezolit dövründə belə bir xüsusiyyət yox idi. C variantı sualın cavabı olur. Ox və kaman ixtira edildi. Mezolit dövrünün, orta daş dövrünün eneolitdən bu fərqidir. Əmək alətləri daha çox metaldan hazırlanırdı. Burada diqqətli olmaq lazımdır. Metal məsələsi, bəli, metal eneolitdə kəşf olunubdur. Amma niyə səhv olur Y variantı? Çünki deyir, daha çox, əmək alətləri daha çox metaldan hazırlanırdı. Xeyr, bu xüsusiyyət Tunc dövrünə aid. Düzdür, eneolit dövründə metal, mis kəşf olunsa da, o tez-tez əyildiyinə görə təsərrüfata yararsız idi. Yenə də daş alətlər üstün mövqeyini qoruyub saxlayırdı. Və doğru cavab C variantı olur. Şirvanşah 3-cü Fərqürüzün Atabəy Özbəklə oxşar, Delhi Sultanı Əlaəddin Xərəclə fərqli cəhətidir. 1. Hakimiyyəti dövründə ölkə Monqol hücumuna məruz qalmışdır. Şirvanşah 3-cü Fərqürüzün dövründə, yəni 1225-1243-cü illərdə Monqolların Azərbaycana ikinci yürüşü baş vermişdir. 1231-ci ildə başlayır. Deməli, 3-cü Fərqürüzün dövründə Monqol hücumu var. Atabəy Özbəyin dövründə, yəni 1210-25-ci illərdə hakimiyyətdə olub, Monqolların Azərbaycana birinci yürüşü 1220-22-ci illərdə baş verir. Bu hökmdarların dövrünün oxşar cəhətləri olur. Görək, Əlaəddin Xərəcə də aiddirmi bu fikir? Bəli. Deməli, Əlaəddin Xərəc 1296-1316-cı illərdə hakimiyyətdə olmuşdu. Delhi Sultanı idi. 13-cü əsrin sonlarında Monqol yürüşləri hətta Hindistana da, Delhi Sultanlığına da olmuşdu. Ona görə birdə göstərilən fikir bunların hər üçünün xüsusiyyətidir. Mənsub olduğu sülalənin ilk nümayəndəsi idi. Xeyr, mənsub olduğu sülalənin heç bir də ilk nümayəndəsi deyildi də fikrini də çağırdırıb. 13-cü yüzilliyin birinci yarısında hakimiyyətdə olmaları, hakimiyyət illərini qeyd etdik və nəticə belə çıxır ki, üçdə göstərilən fikir, yəni 3-cü Fərqürüzə və Atabəy Özbəyə aid olduğuna görə, Əlaəddin Xərəcə aid olmadığına görə bizim cavabımız siyasına daxil olur. Ölkəyə Xarəzmşahlar dövlətinin yürüşünün baş verməsi. Həm 3-cü Fərqürüzün dövründə, həm də Atabəy Özbəyin dövründə Xarəzmşahların Azərbaycana yürüşü baş verir. Hətta Atabəylər dövləti Xarəzmşah Cəlaləddin tərəfindən sulta alınır, Şirvanşah 3-cü Fərqürüzə tabe edilir. Və Əlaəddin Xərəcin dövründə Xarəzmşahlar dövləti mövcud olmamışdır. Çünki artıq 1231-ci ildə Xarəzmşahlar dövləti Monqollar tərəfindən sulta alınmış. Əmir Teymurun ölkəyə yürüşü isə bunların heç birinə düşmür. Çünki 14-cü əsrin sonlarında yürüşlər etmişdir. Sualın doğru cavabı olur 3 və 4. Yəni A variantı.